Bu nə baş verir ki, Rusiya yenidən Ukraynaya qarşı belə aqressiya nümayiş etdirir? Bilirsiniz, Rusiyanın Ukrayna aqressiyası təbii ki, burada hər hansı bir yenilik yoxdur. Onsuz da Rusiyanın Ukraynaya qarşı demək olar ki, istənilən saat, istənilən vaxt öz ballistik raketlərinə hücum edir. Amma məsələ ondan ibarətdir ki, bu günləri Rusiya artıq Ukraynanın daha çox mülki obyektlərini, qərar vermə strateji obyektlərini hədəf alır və biz bir neçə gündən əvvəl Rusiyanın daha da kütləvi şəkildə Kiyevi bombaladığına şahid olduq və göründüyü kimi müharibə yeni mərhələyə keçir. Nəinki hər hansı bir danışıqlar, diplomatiya masasına. Çünki Ukrayna kifayət qədər bilir ki, Rusiyanın dərnişlərinin qrupu onun enerji obyektlərini hədəf alır. Ukrayna təbii ki, bu əsas planı bundan ibarətdir ki, Rusiyanın danışıqlar masasına əyləşdirsin, onu Ukraynaya qarşı işğalından imtina etdirsin. Amma göründüyü kimi bu Ukraynanın zərbələri Rusiyandan daha çox Kiyevə zərbələr endirməsinə müşahidə olunur. Demək olar ki, hər iki tərəf cəbhə xəttindən hərbi əməliyyatları, paytaxtları, böyük şəhərləri vurmaq mərhələsinə keçir. Mən düşünürəm ki, diplomatiyanın hazırki vəziyyətin dalana dirənməsi məhz indi müharibənin daha kəskin fazasına gətirib çıxarır və Rusiya da indi yenidən elan edib ki, Kiyevə qarşı yenidən geniş miqyaslı bombalanma həyata keçiriləcək. Mən düşünürəm ki, Rusiya Ukraynanın məhz Kiyevdəki qərar vermə məntəqələrini strateji mülki obyektlərini hədəf alarsa, Ukraynada eyni addımı Moskvaya zərbə vuracaq. Çünki artıq Ukraynanın da əlində kifayət qədər raketlər var. Artıq bu günlərdə elan verildi ki, Ukrayna tərəfindən idarə olunan aviabomba da bundan istehsal ediblər. Artıq sınavdan da keçirilib və həmçinin Flamingo raketləri, Neptun raketləri. Mən düşünürəm ki, əgər Rusiya tərəfi yenidən Kiyev şəhərinə ağır zərbələr vuracaqsa, Ukraynada Moskvaya çox ağır zərbələr vuracaq. Ukraynada Moskvadakı qərarvermə mərkəzlərini vuracaq və bu da müharibənin daha da geniş miqyaslı olmasına gətirib çıxaracaq. Amma fərq bundan ibarətdir ki, onsuz Ukrayna xalqı bu müharibəni həyatlarında yaşayır. Amma Moskvada xalq demək olar ki, rahat idi, sakin idi. Bu günləri Moskvada rahat paytaxt rus sakinlər müharibəni artıq özlərində hiss edəcəklər və bu da istər-istəməz Kremlə qarşı xalqın etirazını formalaşmasını gətirib çıxaracaq. Məhz Ukraynanın da hədəfi bundan ibarətdir. Yəni, göründüyü kimi Rusiya-Ukrayna diplomatik danışıqları dalana dirəndi. Amerika Birləşmiş Ştatlarının vasitəsilə hər hansı bir müsbət nəticə vermədi. Rusiya öz prinsipial mövqelərində qaldı. Avropa İttifaqının vaxt seçilmiş missiyasını Moskva qəbul etmədi. İndi qalıb Ukrayna ilə baş-başa döyüşməyə. Mən düşünürəm ki, Rusiyanın Kiyevə vuracağı zərbələr əks effekt verəcək və Rusiyanın məhz əleyhinə işləyəcək. Ukrayna təslim olmayacaq. Demək olar ki, cəbhə xəttində Ukrayna Rusiyanın kifayət qədər hücumunu dayandırıb, cəbhə xəttində müəyyən üstünlük Ukraynanın lehinə dəyişib taktiki üstünlük. Bu günləri Rusiyanın mərkəzi hissələri, strateji obyektlər, xüsusilə enerji infrastrukturu Ukrayna tərəfindən vurulur. İndi Rusiya bu müharibənin dayanmasından asılıdır. Rusiya indi axırıncı mərhələyə keçdi, dağıdıcı mərhələyə. İndi o mərhələyə keçməmişdi. Cəbhə xəttində əməliyyat aparırdı, müəyyən zərbələr vuruldu, amma bunun hər hansı bir nəticəsi olmadı. Dağıdıcı mərhələndə düşünürəm ki, Rusiyanın Ukrayna planında reallaşdırmayacaq. Ukraynaya daha çox lojistik, hərbi artırmasına gətirib çıxaracaq. Britaniya, Almaniya, Fransa, İtaliya, Polşa Ukraynaya daha çox hərbi yardımlar edəcək. Və nəzərə alaq ki, Amerika Birləşmiş Ştatları artıq Ukrayna haqqında müdafiə sistemləri göndərir.
yeni silah növləri göndərir Ukraynaya. Mən düşünürəm ki, burada ABŞ da artıq maraqlıdır ki, Ukraynaya Rusiya sarsıdıcı zərbələr vursun. Rusiya vursa da Ukraynada icazə verir ki, Rusiyanı artıq durdurmaq lazımdır. Zərbələr vurmaqla, çünki artıq danışıqlar masasına oturtdurmaq lazımdır. Bilirsiniz, 9 may biz paradına fikir versək, bir növ Rusiya kifayət qədər zəifləyib Ukrayna məsələsində. Çünki paradda hər şey məlum oldu. 2022-ci ildə Vladimir Putin Volodymyr Zelenskiyə nasist deyirdi, narkoman deyirdi. Amma 10 may çıxışında Volodymyr Zelenskiyə cənab prezident dedi. Ondan danışıqlar Amma Məmməd bəy, bir məsələ var da, Rusiya Belarusiyada nüvə sınaqları, yəni təlimləri keçirirdi. Yəni Rusiya nüvə ölkəsidir. Qarşısında Ukraynada belə bir imkan yoxdur. Yəni bu nə qədər real təhlükə görüntüsü yaranır. Yəni qarşıda bir nüvə dövləti var. Rusiya, Ukrayna, Belarusda taktiki nüvə təlimləri keçirməklə bir növ qərbə əzələ nümayiş etdirir. Mən düşünmürəm ki, Rusiya Ukraynaya nə nüvə zərbəsi vura bilər, nə də kimyəvi silah işlədə bilər. Nəzərə alaq ki, Ukrayna təhlükəsizliyi Avropa təhlükəsizliyidir. Almaniyada, Böyük Britaniyada, Fransada təhdiddə gözləyir. Bu günləri Almaniyanın Bundeswehr Müdafiə Nazirliyi kifayət qədər məhz Rusiya təhlükəsinə qarşı öz hərbi müdafiəni, hərbi qüdrət, hərbi gücünü daha da gücləndirir və Ukraynaya da geniş miqdarda silahlar verir. Həmçinin Fransada elan edib ki, Rusiya əgər Ukraynada hər hansı bir kiçik pilotlu nüvə bombasını atarsa, Fransa Ukraynaya da həmin silah nüvə, kiçik pilotlu nüvə silahı verəcək və Ukraynada bunu Rusiyaya işlədə bilər. Yəni Rusiya bilir ki, qərb ölkələri ilə Fransa Ukraynaya kiçik pilotlu nüvə bombası verə bilər. Buna görə də düşünürəm ki, Rusiya nə qədər nüvə dövləti olsa da, prezidenti daima nüvə silahına qərbi şantaj edir. Baxın, cəbhə xəttində irəliyə bir Donbasda ilişib qalıb, Ukraynaya hər hansı bir təzyiqlərdən nəticə vermir, keçib daha çox Kiyevi dağıtmağa və qərbə qarşı nüvə silahına, yəni deyir ki, mən nüvə silahı işlədəcəm. Qərbində əlində nüvə silahı var. Fransa, Böyük Britaniya dəfələrlə deyib ki, Rusiya nüvə silahına istifadə etsə, biz də istifadə edəcək. Hətta Amerika Birləşmiş Ştatları da bunu dəfələrlə Moskvanın nəzərinə çatdırıb. Yəni göründüyü kimi qərblə Rusiya arasında hərbi siyasi savaş daha da dağıdıcı mərhələyə keçir və artıq nüvə təhdidləri var. Amma nüvə təhdidləri real praktikada reallaşmasını gözləmirəm. Müharibə bəli, 3 ay çox ciddi şəkildə, kifayət qədər böyük dağıdıcı şəkildə davam edəcək. Amma bütün bu proseslər Rusiyanın əlində işləyir. Məhəmməd bəy, bəs Rusiyanın belə radikallaşmasında Vladimir Putinin Çinə səfərindən sonra baş verdi bu hadisə. Yəni Çin amili burada nə qədər rol oynayır? Bilirsiniz, Rusiya prezidenti Vladimir Putin Çinə səfərində aydın oldu ki, Amerika Birləşmiş Ştatları İranla müəyyən danışıqlara gedəcək. Müəyyən anlaşmalar əldə olunacaq və İranla müəyyən anlaşmalar əldə olunandan sonra Amerika Birləşmiş Ştatları yenidən Rusiya və Ukrayna məsələsinə daha çox diqqət artıracaq və Rusiya qarşı təzyiqləri artacaq. Çində bu tamamilə bu məsələlər məhz danışıqlar prosesində təbii ki, Çin sədri tərəfinə deyilir. Həmçinin Çin də daha çox strateji tərəfdaşlığı, iqtisadi əməkdaşlığı Rusiya ilə deyil, Amerika ilə üstünlüyə verir. Bir növ Rusiya tərəfi olmaz vəziyyətdə görür. Çinlə ABŞ iqtisadi məsələlərdə razılaşdı. Həmçinin İran məsələsində də demək olar ki, razılıqlar əldə olunmaq ərəfəsindədir. Təbii ki, bu prosesin arxasında Çin də var. Rusiyada bu indiki və Çin arasında geopolitik məsələlərdə müəyyən razılaşmaları bir növ özü üstündə təhdid hesab edir. Bir növ özünü alçalmış hesab edir.
Çinləyəcək Rusiya ilə hər hansı bir strateji tərəfdaşlıq daha da niyə dərinləşdirilsin ki, Amerika Birləşmiş Ştatları uğruna. Ona görə də Rusiya maksimum çalışır ki, Ukraynada hər hansı bir strateji və yaxud taktik üstünlüyü ələ alsın, Amerika Birləşmiş Ştatlarla bazarlığa getsin. Mən hesab edirəm ki, ona görə də Rusiya bu müharibəni yeni bir dağıdıcı mərhələyə keçirdi. Amma qeyd etdiyim kimi, bu dağıdıcı mərhələdə də yenə də Rusiya burada itirəcək və Rusiya elə bir vəziyyət yaradacaq ki, danışıqlar prosesində də hər hansı bir Ukrayna tərəfi Rusiyanın da şərtlərindən razı olmayacaq. Yəni bu günlər Vladimir Putinin apardığı siyasətdə o istiqamətə gedir. Sabahları Amerika Birləşmiş Ştatları da vasitəsilə imtina edə bilər, Türkiyə də imtina edə bilər, Avropa İttifaqı da və Ukraynaya hərbi yardımları daha da genişləndirmək, dəstək verməklə Rusiyanın bu prosesdə tamamilə bataqlığa salacaqlar. Düşünürəm ki, bu proses də məhz Moskva üçün də ciddi şəkildə mənfi ssenari istiqamətində gedir. Çox sağ olun Məhəmməd bəy, ətraflı şərhiniz